Sumqayıt şəhəri 3-cü məhəllə Polad Həşimov küçəsində yerləşən 2 saylı mediasiya təşkilatının fəaliyyətinə baxış keçirilib. Beynəlxalq mediasiya təcrübəsinə uyğun formalaşdırılan ofis mübahisə tərəflərinin aralarındakı gərginliyin azaldılması və barışıq imkanlarının artırılması üçün xüsusi şəraitlər təmin edilib. Qurumun foyesində maarifləndirici elanlar və mediasiyanın mahiyyətini izah edən vizual materiallar yerləşdirilib. Təşkilata rəhbərlik edən Aynurə Musayeva bildirib ki, müasir yanaşma və tərəflərə bərabər münasibət mediasiyanın effektivliyini daha da artırır. Onun sözlərinə görə təşkilata edilən müraciətlərin sayında artım var və vətəndaşlar getdikcə münaqişələrin sülh yolu ilə həllinə daha çox üstünlük verir. Mediasiya sessiyalarının keçirildiyi iclas otaqları beynəlxalq standartlara uyğun şəkildə bərabərlik, neytrallıq və məxfilik prinsipləri əsas alınmaqla xüsusi dizaynla hazırlanıb. Bu da tərəflərin özlərini daha rahat hiss etməsinə, müzakirələrin konstruktiv aparılmasına şərait yaradır. Təşkilat ailə, əmək, inzibati, kommersiya mübahisələri istiqamətləri üzrə mediasiya xidmətləri göstərir. Bu gün biz Sumqayıt 2 saylı mediasiya təşkilatının ictimai təqdimatına gəlmişik. Həm ofis şəraiti ilə tanış olmağa, həm təşkilatın gördüyü işlər, perspektivlərini müzakirə eləməyə. Bizim təşkilatın direktoru Aynurə xanım Musayeva həm də hüquqşünas alimdir və Sumqayıt ictimaiyyətinə çox tanışdır və biz Aynurə xanımın bu xidmətlərini nəzərə alıb, onun təşkilat direktoru kimi olmasına böyük etimad göstərmişik və Sumqayıt ictimaiyyətində əmin edirəm ki, Aynurə xanım bu fəaliyyətdə onların mediasiya prosesləri ilə bağlı olan işlərində onlara yaxından dəstək verəcək. Mediasiya mübahisələrin alternativ həll üsuludur. Mübahisələrin məhkəməyə qədər nizama salınması vasitəsidir. Və mən əminəm ki, artıq yeni yaradılmış 2 saylı mediasiya təşkilatı bu işdə böyük uğurlara imza atacaq və bu kollektivə mən uğurlar arzu edirəm. Əminəm, hər birini, kollektivin hər birinin üzvünü tanıyıram, onların yüksək peşəkarlığına bələdəm və əminəm ki, onların da şəhərimizin hüquq həyatına, məhkəmə hüquq sisteminin fəaliyyətinə öz mühüm töhfələrini verəcəklər. Sumqayıt 2 saylı mediasiya təşkilatı vətəndaşlara hüquqi çətinlikləri daha sürətli, stressiz və qarşılıqlı anlaşma yolu ilə həll etmək imkanı yaradır. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.